Salam əziz ikincilər və valideynlər, sizləri kanalımda xoş gördük. Bugün 2-ci sinif Azərbaycan dili 2-ci hissə səhifə 60, 61 və 62-də olan tapşırıqları həll edəcəyik. Tapşırıqlara keçməmişdən öncə kanalıma abunə olmağı və bəyənməyi unutmayın. Gəlin başlayaq. Çalışma 3A. Şəklə baxın. Sizcə bu mətndə hansı informasiya vasitələrindən danışılır? Qədim Oğuz eli. 1-ci hissə. Biri varmış, biri yoxmuş. Çox qədim zamanlarda Oğuz elində balaca bir oğlan yaşayırmış. Bir gün balaca oğlan çəmənlikdə oynayırdı. Birdən o dağın başında yanan bir ocaq gördü. Ocaq o qədər gür yanırdı ki, obanın dörd bir yanından görünürdü. Uşaq baxdı ki, ocağı görən hamı sevinir, şadlanır. Balaca oğlan babasının yanına qaçdı. Təəccüblə soruşdu. Baba, ay baba, bu ocaq niyə yanır? Cəmaət niyə belə sevinir? Elimizin adəti budur, bala. Elimizdə igidləri, xatunları şənliyə, toya çağıranda uca dağın başında bir tonqal qalayırlar. Başqa yerlərdə bu alovu görüb orada tonqal da qalayırlar. Beləcə şənlik xəbəri bütün Oğuz elinə yayılır. Hamı geyinib keçinib şənliyə gəlir. Gəl hazırlaşaq, biz də elin şənliyinə qatılaq. Çalışma 5. Sizcə qədimdə insanlar nə üçün ocaq vasitəsilə xəbər yayırdılar? Çünki uzağa xəbəri çatdırmaq üçün elə bir işarə lazım idi ki, onu həm gecə, həm də gündüz görə bilərlər. Biz bilirik ki, ocaq həm gecə, həm gündüz, həm də uzaqdan görünür. Bu şəkildə həll olunur. Çalışma C. Əgər düşmən doğma elə hücum etsəydi, sizcə bu xəbəri hamıya necə çatdırardılar? Düşmən hücum edibsə, 2 tonqal qalanardı. Çalışma. Gəlin ikinci hissəni oxuyaq. Nağıl dili yüyrək olar deyərlər. Bu hadisədən xeyli vaxt keçir. Bir gün balaca oğlan görür ki, dağın başında yenə ocaq qalanıb. Qaça-qaça babasının yanına gedir. Baba, ay baba, bax ocaq qalayıblar. Deyəsən yenə şənlik var. Oğul, bala, görürsən orada 2 tonqal var. Bu o deməkdir ki, elin başında təhlükə var. Düşmən yurdumuza basqın edib. İndi igid oğullarımız toplanıb elimizi qoruyacaqlar. Bala. Uşaq görür ki, doğrudan da el obanın ağsaqqalları, ağbilçəkləri alqışlarla igidləri döyüşə yola salırlar. Boz atın büdrəməsin, oğul, polad qılıncın qırılmasın, igid. Çalışma C. Şəkildə Oğuz elinin ağsaqqallarının dilindən verilmiş cümlələri oxuyun. Əskəri döyüşə yola salarkən ona arzularınızı necə ifadə edərdiniz? Deməli, biz bu cümlələrlə başın bəlalar görməsin, elindən ayrı düşməyəsən. Çalışma D. Aşağıdakı cümlələrdən hansı alqışdır? İgid oğullar vətəni qoruyarlar, el oban səninlə fəxr etsin, vətən ana qədər doğmadır. Deməli, burada B variantı el oban səninlə fəxr etsin. Bu alqışdır. Keçək səhifə 61-də olan tapşırıqlara. Mətnin 3-cü hissəsi. Çalışma 4A. Sizcə Oğuz eli daha hansı xəbərlər üçün ocaqlar qalayırmış? Zaman su kimi axıb keçdi. Oğuz elindən düşmənin ayağı kəsilmiş, gözəl günlər geri qayıtmışdı. Bizim balaca da xeyli böyümüşdü. Bir gün yenə o dağın başında ocaq gördü. Amma indi 3 ocaq qalanmışdı. Üst tutdu babasına. Ay baba, indi də dağın başında 3 ocaq yanır. Bunun mənası nədir? Oğul, torpağın yurd vətən olması üçün şərt lazımdır. Bir odur ki, gərək bu torpağı düşməndən qoruyasan. Biri də odur ki, torpağı əkib becərəsən. Torpağı qoruya bilmiriksə, əkib becərməyə dəyməz. Əkib becərmiriksə, qorumağa dəyməz. Dağın başında gördüyün o 3 ocaq da insanları əkin biçinə səsləyir. Tanrı onların qoluna qüvvət versin. Torpağımız bərəkətli olsun. Çalışma B. Mətnə əsasən şəkillərin ifadə etdiyi məlumatları müəyyən edin. Birinci şəkildə 2 tonqal qalanıb, ikinci şəkildə 3 tonqal qalanıb, üçüncü şəkildə 1 tonqal qalanıb. Deməli, birinci şəkildə 2 tonqal qalanıb. Bu o deməkdir ki, elin başında təhlükə var. Düşmən yurda basqın edir və igid oğullar yurdu qorumağa gedir. İkinci şəkildə 3 tonqal qalanıb. Bu o deməkdir ki, insanları əkin biçinə səsləyirlər. Üçüncü şəkildə 1 tonqal var. Bu o deməkdir ki, eldə şənlik, toy var. Çalışma C. Hadisələrə uyğun alqışları düşünüb yazın. Birinci qrup. Aysel'in 7 yaşı tamam olmuşdu. Dostları onu təbrik etməyə getdi. Ona öz arzularınızı bildirirlər. Birinci qrup. Böyük qız olasan, valideynlərinin fəxri olasan, uğurların bol olsun. İkinci qrup. Novruz bayramı idi. Azər babası və nənəsini təbrik etmək üçün onlara getmişdi. Deməli, bayramınız mübarək olsun, süfrələriniz ruzili, bərəkətli, canınız sağlam olsun. Üçüncü qrup. Şam yeməyi bitərkən Ayan anasına dadlı yeməklərə görə xoş arzularını bildirdi. Əlin qolun var olsun. Dördüncü qrup. Şahmat yarışında Nadir qalib gəlmişdi. Sinif yoldaşları
onu təbrik etdilər. Uğurların daimi və bol olsun. Hər zaman qalib olasan. Bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı və bəyənməyi unutmayın.